Yanmış, qırılmış və zədələnmiş saç uclarını bərpa edirik. Birinci mərhələ. İlk mərhələdə bizə mütləq zeytun yağı lazımdır, amma soyuq sıxım olmasına xüsusi diqqət edin. Niyə məhz soyuq sıxım? Çünki soyuq sıxım zamanı zeytun heç bir kimyəvi işləmdən keçmir. Eyni zamanda istilik görmədiyi üçün tərkibindəki vitaminlər və minerallar, xüsusilə də E vitamini olduğu kimi qalır. Soyuq sıxma zeytun yağı saçın elastikliyini artırır, qırılmanın qarşısını alır, saçı daha yaxşı qidalandırır, eyni zamanda dəriyə daha yaxşı nüfuz edir. Zeytun yağını kosmetik vasitə kimi istifadə edərkən mütləq soyuq sıxım olmasına diqqət edin. Saça istifadə zamanı yağı bir qədər qızdırırıq, isti yox, illi xala saldıqdan sonra barmaqlarımızla saç köklərindən düz ucuna qədər masaj edə-edə çəkirik. Bütün saça çəkdikdən sonra saçımızı blokla bağlayıb üstündən dəsmalla bükürük ki, isti olsun. Çünki isti yağın saça daha yaxşı nüfuz etməsinə şərait yaradır. Saçımızı bu şəkildə ən az 1 saat, əgər vaxtınız varsa 3-4 saat saxlayıb şampunla yuyun. Qurutduqdan sonra saç uclarınıza diqqət edin. Uclardakı yanmış hissəni demək olar ki, bərpa etmək mümkün deyil. Ona görə də ən azı 1 və ya 3 sm kəsilməlidir. Əgər uclar kəsilməsə qurulub yuxarı doğru qalxacaq. Bunları edin, ikinci mərhələni gözləyin. Tezliklə paylaşacağım.